Əgər mən sizə desəm ki, elə bir diyet tanıyıram ki, 10 gün ərzində 10 kiloqram çəki atacaqsınız və bu diyeti sizinlə paylaşsam, çox ehtimal sizə vura biləcəyim ən böyük zərərlərdən birini vura bilərəm. Bu günləri yo-yo effektindən danışırıq. Hansı ki, birdən-birə yüksək miqdarda çəki itirən insanların niyə görə tez bir zamanda yenidən həmin çəkini və daha çoxunu aldığını izah edir. Yəqin ki, bir çoxunuz görmüsünüz. Belə bir yumru oyuncaqlar var, ucunda da sapı var. Sapdan tutursunuz, oyuncağı aşağı atırsınız, oyuncaq yuxarı, aşağı, yuxarı, aşağı qalxır. Bu effekt yo-yo effekti adlanır. Məhz birdən-birə çox miqdarda çəki verən insanlar da yenidən kilolarını alırlar, sonra yenə diyetə girirlər, yenə kilo alıb verirlər. Məhz bu yo-yo effektinə bənzər bir çəki dalğalanması yaşanır o insanlarda. Gəlin əvvəlcə birdən-birə çox miqdarda çəki, yəni birdən-birə dediyim qısa zaman ərzində, məsələn, 3 günə 7-8 kilo və yaxud da 1 aya 20-30 kilo çəki itirmənin bədənə nə kimi ziyanlar vura biləcəyini danışaq. Əvvəla, bu zaman ərzində biz çox çəki itiririksə, bunun səbəbi bədənimizdəki mayeni və həmçinin də əzələ kütləmizi itirməklə əlaqələndirilir. Əzələ kütləsi bizim üçün önəmlidir. Əgər əzələmiz nə qədər yüksək olarsa, bu zaman qidadan əldə elədiyimiz enerjini də əzələlərimiz istifadə elədiyi üçün biz o qədər də kökəlmirik həmin qidadan. Amma qısa müddətdə çox çəki itirərsək, bu zaman əzələ miqdarımızı da itirmiş oluruq böyük ölçüdə. Bu isə bədənə siqnal verir ki, artıq sən təhlükədəsən və qənaət rejiminə keç. Qənaət rejiminə keçmək isə metabolizmanın sürətini aşağı endirmək deməkdir. Bu zaman isə həmin o ildırım sürətli diyetlər bitdikdən sonra biz yenidən normal qidalanmağa başlasaq, artıq metabolizmamız aşağı rejimdə olduğu üçün daha çox enerji almağa başlayacaq. Həmçinin də əzələlərimizin kütləsi azaldığına görə artıq ağzımızdan keçən qida bizim əzələmizin enerjisinə çevrilmək əvəzinə bədən qənaət rejimində olduğu üçün pi şəklində, pi toxuması şəklində toplanmağa başlayacaq. Bunun həmçinin də pi toxumasının sayı ilə də əlaqəsi var. Belə ki, əgər siz uşaqlıqdan kök olmusunuzsa və yaxud da yeniyetməlik yaşınıza qədər artıq kök olmusunuzsa haçansa, bu zaman bədəninizdə daha çox adaptasiya olmaq üçün pi hüceyrələri yaranır və siz birdən-birə ildırım sürətli diyetlər tətbiq etdikdə qısa müddətdə çox arıqlayırsınız, amma bu pi hüceyrələrinin sayını azaltmır. Sadəcə pi hüceyrələrinin içi müəyyən qədər boşalır və siz yenidən normal qidalanmağa başladığınızda isə artıq sizin bu həmin sayı müəyyən qədər çox sayda olan pi hüceyrəniz yenidən içi dolur və siz artıq yenidən kökəlməyə başlayırsınız. Daha çox kökəlirsiniz. Və həmçinin də yo-yo effekti o zaman ortaya çıxır ki, burada bir rol, patofiziologiyasına rol oynayan amillərdən biri də məhz hormon balansının xüsusilə də aclıq və toxluqda iştirak edən qrelin və leptin hormonlarının balansı da pozulduğuna görə artıq bu da sizin diyeti, ildırım sürətli diyeti bitirdikdən sonra qısa müddətdə çəki almanıza, daha çox çəki almanıza şərait yaradır.